Niyə bir xalq 950 il bir çağırışı dinlədi, amma qəbul etmədi? Axı Nuh peyğəmbər onlardan cəmi bircə şey istəyirdi. Bunu qəbul etmək niyə bu qədər çətin oldu? Peyğəmbərlərin tarixi seriyamızın 5-ci bölümündə buna öyrənəcəyik. Bismillahirrahmanirrahim. Adəm peyğəmbərin dövründən təxminən 10 əsr keçəndən sonra. Bu müddət 1000 ildə ola bilər, minlərlə ildə, dəqiqini Allah bilir. Yer üzündə ilk dəfə Allaha şərik qoşma, yəni şirk yayıldı. Bu, bəşəriyyətin böyük bir azğınlığa düşməsi demək idi. Belə bir vəziyyətdə Allahın insanlara yenidən doğru yolu göstərmək, onları xəbərdar etmək, azğınlıqdan çəkindirmək və doğru yola yönəltmək üçün birini göndərməsi zəruri idi. Yəni, bəşəriyyət öz tarixlərində ilk rəsulu, elçini qarşılamaq ərəfəsində idi. İlk nəbi, peyğəmbər Həzrət Adəm idi. Amma ilk rəsul, elçi, yəni şəriət gətirən və insanları şirkdən çəkindirən ilk elçi Həzrət Nuh aleyhissalam olmuşdur. Bu iki şəxs arasında fərq belədir. Nəbi, özündən əvvəlki peyğəmbərin gətirdiyi dini təzələyir və onun qanunlarını davam etdirir. Yəni bir şəriət, qanunlar toplusu gətirmir. Rəsul, yəni elçi isə insanlara tamamilə yeni bir risalə, yeni qanunlar və şəriət gətirir. Hər bir elçi əslində həm də peyğəmbərdir. Lakin hər bir peyğəmbər, elçi, rəsul deyil. Nuh aleyhissalam isə Adəm peyğəmbərin oğlu Şitin nəslindən gəlmiş və öz qövmünə yeni bir risalə gətirmişdi. Nuh peyğəmbər aleyhissalam tövhid, tək Allahlıq inancına sahib idi. Onun qövmünü dəvət etdiyi ilk şey də tövhid olmuşdur. Ondan sonra gələn bütün peyğəmbərlər və elçilər də insanları bu tək inanca, Allaha şərik qoşmamağa çağırmışlar. Quran-ı Kərimdə deyildiyi kimi, biz səndən əvvəl elə bir elçi göndərmədik ki, ona məndən başqa ibadətə layiq ilah yoxdur. Elə isə yalnız mənə ibadət edin deyə vəhy etməyək. Bu, bütün peyğəmbərlərin və elçilərin təməl çağırışıdır. Həzrət Nuh ilk rəsul olsa da, Quran-ı Kərimdə xüsusi yer olan ən dözümlü və qətiyyətli elçilər qrupuna daxildir. Bu, ən üstün 5 elçiyə ulul əzm sahibi olanlar deyilir. Onlar tarixi ardıcıllıqla belədir. Nuh aleyhissalam, İbrahim Xalilullah aleyhissalam, Musa aleyhissalam, sonra İsa aleyhissalam, ən sonda isə Muhammed sallallahu aleyhi və alihi və səlləm. Nuh aleyhissalam qövmü Allaha şərik qoşur və Vəd, Söva, Yağus, Yauq və Nəsr adlı bütlərə ibadət edirdilər. Allah azza və cəllə Quranda buyurur. İnna arsalna Nuhan ila qavmihi an anzir qavmaka min qabli an ya'tiyahum azabun alim. Əslində, bütün peyğəmbərlər və elçilər öz qövmlərinə Allahın mərhəməti və şəfqəti səbəbilə göndərilmişlər. Bu, ilk elçinin hekayəsi olduğu üçün xüsusilə qeyd etmək lazımdır ki, Nuh aleyhissalam qövmünə rəhmət olaraq gəldi ki, azğınlıqlarından onları çəkindirsin, başlarına gələcək Allahın əzabından xilas olsunlar. Qala ya qavmi inni lakum nadhirun mubin an i'budullah. Yalnız Allaha ibadət edin. İlk çağırışları tövhid idi. Onlardan Vəddi, Süvanı və digər bütləri tərk etmələrini, bütün ibadətlərini yalnız qadir olan Allaha yönəltmələrini istədi. Çətin şey mi istəyirdi? Əlbəttə ki, yox. O onları çətinliyə salmaq yox, azad etmək üçün gəlmişdi. Çünki peyğəmbərlər insanları cansız bütlərə qulluqdan qurtarıb, onları tək yaradana ibadətə yönəltmək üçün göndərilirlər. An i'budullaha wattaquhu wa ati'un. Nəticədə nə olacaq? Yaghfir lakum min zunubikum və yuakhirukum ila ajalin musamma. Əgər tövbə etsələr və Allaha yönəlsələr, qadir olan Allah həm günahlarını bağışlayar, həm də əzabı təxirə salar. Lakin Nuh peyğəmbərin bu açıq-aşkar və xilas edici çağırışına qövmünün cavabı çox təəssüf doğurucu oldu. Dedilər, ey Nuh, biz səni açıq-aşkar bir azğınlıq içində görürük. Onların fikrincə, Nuh aleyhissalam sadəcə yüngül bir səhv etmirdi. Əksinə, böyük və aşkar bir azğınlıq içində idi. Nəyə görə? Yalnız Allahı ibadətə çağırdığına görə. Hər nəsildən gələn adamlar özündən əvvəlki nəsillərdən bütlərin onlara fayda verəcəyini və onları Allaha yaxınlaşdıracağını öyrənmişdilər. Onlar illərlə atalarından gördükləri bu ibadətdə
israr edirdilər. Birdən Nuh aleyhisselam gəlib dedi ki, təkcə siz yox, sizin atalarınız, babalarınız da yanlış yolda olublar. Etdiyiniz hər şey şirk, küfür və azğınlıqdır. Onlara görə isə bütün tarixi adət-ənənələrini təqzib edən Nuh özü də böyük bir azğınlıq içində idi. Nuh peyğəmbər qövmün bu ağır ittihamına qarşı yüksək əxlaq göstərib onlara nəzakətlə cavab verdi. قال يا قوم ليس بي ضلالة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنصح لكم وأعلم من الله ما لا تعلمون. Görün Nuh aleyhisselam əxlaqı nə qədər yüksək idi. O, onları qurtarmaq niyyəti ilə gəldiyini vurğulayaraq dedi. Mən sizi xilas etmək, Allahın mesajını çatdırmaq üçün gəlmişəm ki, Allah sizi bağışlasın. Təəssüf ki, Nuh'a aleyhisselam qarşı ilk olaraq çıxış edən, onunla mübahisə edən və onu qəbul etməyənlər qövmün başçıları oldular. Hər bir peyğəmbər və elçi gələndə cəmiyyətdə həmişə 3 əsas qrup insan olur. Sadə, zəif və əzilən insanlar. Peyğəmbərlər gələndə iman gətirənlərin əksəriyyəti bu qrupa daxil olur. Niyə onlar iman gətirirlər? Onlar özlərini sıxışdırılmış və ədalətsizliyə uğramış hiss edirlər. Haqsızlığa məruz qalan. Düşünürlər ki, başqaları onları özlərinə qul ediblər. Buna görə də onları bu zülmdən azad edəcək, haqlarını bərpa edəcək bir çıxış yolu axtarırlar. Onlar üçün Allahın dinindən daha gözəl bir şey yoxdur. Çünki bu din onları haqla çıxarır. Əzilənlərin yanında durur, onları zülmdən azad edir. Məhz bu səbəbdən siz həmişə peyğəmbərlərin ardınca gedənlərin sadə, zəif, kasıb və əzilən təbəqədən olduğunu görərsiniz. İkinci kateqoriyaya cəmiyyətin rəhbərləri, hakimiyyət, sərvət və nüfuz sahibi olan şəxslər daxildir. İnsanların çoxu maddi vəziyyətlərinə görə onlardan asılı olur. Bu qrupun əksəriyyəti peyğəmbər və elçilərin düşməni olur. Çünki peyğəmbərlərin gətirdiyi bərabərlik prinsipi və tək Allaha ibadət çağırışı onların hakimiyyətini, nüfuzunu və zülmə əsaslanan gücünü təhdid edir. Cəmiyyətin qalan hissəsi isə qərar verməkdə tərəddüd edir. Onlar bəzən elitanın tərəfini tuturlar. Bəzən isə zəiflərin tərəfinə keçirlər. Nəticədə onların bir qismi imana gəlir, digər qismi isə geri çəkilir. Bu, hər cəmiyyətin öz xüsusiyyətindən asılı olaraq dəyişir. Nuh qövmün başçılarının ilk reaksiyası məhz birinci qrupa görə etiraz etmək oldu. Dedilər, أنؤمن لك واتبعك الأرذلون. Ey Nuh, sənin dəvətinə icabət edənlər ən zəif, ən alçaq insanlardır. Onlar belə insanlarla eyni dində olmağı özlərinə sığışdıra bilmirdilər. Əslində, məsələ sadə insanların anlayış qabiliyyətində deyil. Bu sadə insanlar çox vaxt ağıllı, dərin düşüncəli və anlayışlı ola bilərlər. Buna görə də onların dəyəri bəzən o təkəbbürlü elitanın minindən də üstün olur. Sadəcə olaraq həyat şəraiti onları bu vəziyyətə salıb. Şərtlər bəzi kasıb insanı xidmətçi və ya kölə vəziyyətinə gətirib. Digərinə isə ipək paltarlar geyindirib və insanları ona xidmət etməyə məcbur edib. Yəni, fərq bilikdə yox, maddi vəziyyət və sosial statusda idi. Məhz bu səbəbdən də varlı elita yoxsulları aşağılayırdı. Nuh qövmünün başçıları israr edirdilər ki, sənin arxanca yalnız ən dəyərsiz hesab etdiyimiz insanlar gedir. قالوا أنؤمن لك واتبعك الأرذلون قال وما علمي بما كانوا يعملون إن حسابهم إلا على ربي لو تشعرون. Onları hesaba çəkən Allahdır, mən deyiləm. Əsas o da iman gətirsinlər. Onların kasıb və ya sadə və ya elit təbəqədən olmasının nə fərqi var? Bu şeylər mənim işimə aid deyil. Mənim vəzifəm yalnız Allahın mesajını çatdırmaqdır. Nuh peyğəmbər təbliğata başlayanda başçılar işi onun üçün çətinləşdirmək məqsədi ilə bir şərt irəli sürdülər. Nuh peyğəmbərə dedilər ki, ətrafındakı yoxsul, sadə insanları qovsan. O zaman səninlə oturub söhbətləşib, müzakirə edib bir qərara gələrik. Bu, eyni ilə Məkkə müşriklərinin, Əbu Cəhil, Utbə və Şeybə peyğəmbərimizə sallallahu aleyhi və səlləm dedikləri kimi idi. Bu Əmmarı, Bilalı və Şeybi qov ki, biz gəlib səninlə oturaq. Diqqət edin, tarixdə bütün ümmətlər öz peyğəmbərləri ilə eyni qaydada danışıb. Bu zəifləri aranızdan uzaqlaşdırın ki, biz nüfuzlu adamlar gəlib sizi dinləyək. Əlbəttə ki, Nuh aleyhisselam bu şərti qəbul etmədi.
وما أنا بطارد المؤمنين. Mən onları qovmaram. Çünki qadir olan Allah mənə bütün insanları çağırmağı və aralarında heç bir ayrı seçkili etməməyi əmr edib. O, həm də Allahdan qorxduğunu ifadə etdi. Əgər mən sadə insanları qovsam, Allah məni cəzalandırar. Onları qovduqdan sonra kim mənə yardım edər? Nuh aleyhisselam qövm başçılarına bu sualla müraciət etdi. وَيَا قَوْمِ مَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ طَرَدتُّهُمْ أَفَلَا تَذَكَّرُونَ. Həqir, zəif gördüyünüz bu insanları qovsam, Allah özü mənə müharibə elan edər. Onda məni Allahın əzabından kim qoruyar? Nuh aleyhisselam 50 yaşında olanda Allaha azza və cəllə ibadəti, dini təbliğ etməyə başladı. Nuh aleyhisselam bəşəriyyətə göndərilən ilk rasul, elçi olduğu üçün insanlar onunla mübahisə etdilər və onu günahlandırdılar. Ona söylədilər, əgər Allah peyğəmbər göndərmək istəsəydi, bizim kimi bir insan göndərməzdi. Əksinə, göydən mələklər endirməli idi. Nə üçün bizim kimi bir insan göndərir? Allah mesajını bizə çatdırmaq üçün göydən bir mələk göndərməlidir. Allah tərəfindən göndərilmiş bir peyğəmbəri ilk dəfə qarşılayan insanlar belə etirazlar səsləndirdilər. Bu necə olur? Bir insan, sadəcə adi bir adam, bizim kimi. Və üstəlik o, cəmaatın elitasından deyil, amma güya bizə peyğəmbər olmalıdır. فقال الملأ الذين كفروا من قومه ما هذا إلا بشر مثلكم. O bizim kimi adi bir insandır. Onun Allah tərəfindən göndərilmiş peyğəmbər olduğunu və ona vəhy gəldiyini iddia etməsinə aldanmayın. Bunların hamısı boş, yalan söhbətlərdir. يريد أن يتفضل عليكم. O sadəcə sizdən üstün olmaq üçün peyğəmbər olduğunu iddia edir. İnsanları Nuhdan aleyhisselam uzaqlaşdırmaq üçün hiləgərliyə və taktikaya baxın. ولو شاء الله لأنزل ملائكة ما سمعنا بهذا في آبائنا الأولين. Əlbəttə eşitməzsiniz. Çünki o ilk peyğəmbər, ilk elçidir. Siz bunu ən qədim əcdadlarınızdan eşitməmisiniz, çünki o ilk peyğəmbərdir. Ağlınızı işlədin, düşünün. Allah sizə rəhm etmək istəyir. Ona görə də bu peyğəmbəri sizə göndərdi. Nuh aleyhisselam onlara cavab verdi. Bəli, doğrudur. Mən də sizin kimi bir insanım. Mən heç bir şəkildə sizdən üstün olmağımı iddia etmirəm. Lakin məni göndərən Allahdır. ولا أقول لكم عندي خزائن الله ولا أعلم الغيب ولا أقول إني ملك. Mən insan şəklində bir mələk olduğumu iddia etmirəm. Nə də Allahın xəzinələrinin hamısının mənim üçün açıq olduğunu demirəm. Mən də sizin kimi bir insanım. Və aramızda yeganə fərq Allahın mənə vəhy etməsidir. Allah məni, onun mesajını sizə çatdırmaq üçün seçib. Siz insanların inanacağını gözləyirsinizmi? Nuh aleyhisselam 50 yaşında missiyasına başladı və 950 il ərzində qövmünü dəvət etməyə davam etdi. O, rədd edilmə, düşmənçilik və yalan ittihamlarla üzləşdi. Hətta çox kiçik bir azlıq Nuhla birlikdə iman gətirdi. Nəsillər keçir, başqaları gəlir və rədd etmə, küfür və düşmənçilik Nuh peyğəmbərə aleyhisselam qarşı davam edir. أم يقولون افتراه. Onlar Nuhun dininin və mesajının tamamilə yalan və onun tərəfindən uydurma olduğunu deməyə başladılar. Nuh aleyhisselam onları sadəcə Allaha ibadət etmək lazım olduğunu deyən fitrətlərinə çağırmasına baxmayaraq bu dəvəti qəbul etmədilər. أم يقولون افتراه. Nuh aleyhisselam onların bu iddiasını, yəni dini özündən uydurduğunu dediklərini eşidəndə onlara nə dedi? قل إن افتريته فعلي إجرامي. Əgər mən bu dini özümdən uydurmuşamsa bu,
Allahın məni cəzalandıracağı bir günahdır. وأنا بريء مما تجرمون. Nuh aleyhissalam bu sözlərə, bu düşmənçiliyə və küfrə əhəmiyyət vermədi. O, tövhid bayrağını qaldıraraq, mesajını insanlar arasında yaymağa davam etdi. Allahın dinini çatdırmaq üçün. Kim Nuhun öz qövmünə qarşı göstərdiyi qədər səbirli ola bilər? Yüz illərlə onları Allaha çağırdı. Bəlkə də uzun illər keçdi. Lakin bircə nəfər də olsun Allahın dininə girmədi. Hətta 10 illər keçmişdi. Beləliklə 950 il ərzində yalnız az sayda insan. Bəzilərinin dediyi kimi 30, bəzilərinin dediyi kimi isə 80 nəfər iman gətirdi. Onun 950 illik səbrini və uca Allaha güvənərək necə möhkəm dayandığını düşünün. O, gecə də, gündüz də onları uca Allaha çağırdı. Bəzi insanları gizlin, bəzilərini isə açıq şəkildə dəvət edirdi. Buna baxmayaraq, onlar ona yalnız inadkarlıqla cavab verdilər. Bəzən isə hətta ona zərər verdilər. Hətta onlar yanından keçəndə, ondan heç nə eşitməmək üçün üzlərini geyimləri ilə örtdülər. Onlardan bəziləri pis niyyətlə bir-birlərinə pıçıldayırdılar ki, bu adamın yanından keçəndə barmaqlarınızı qulaqlarınıza soxun. Ona məcnun, dəli deyirdilər. Ondan heç nə eşitmək istəmirdilər. Birdən sizə cadu edər, dəliliyi sədək keçər. Onlar Nuhu aleyhissalam hər cür ittihamla günahlandırdılar. Lakin o möhkəm dayandı və səbr etdi. قال رب إني دعوت قومي ليلا ونهارا. Yəni bütün günü, bəzən gecə, bəzən də gündüz. فلم يزدهم دعائي إلا فرارا. Onları hər dəfə çağırdıqda yalnız daha da uzağa qaçırdılar. وإني كلما دعوتهم لتغفر لهم. O öz Rəbbinə şikayət edir və narahatlığını Allaha bildirirdi. Narahatlıqlarını və qayğılarını kimə? Yaradanına, uca Allaha şikayət edirdi. وإني كلما دعوتهم لتغفر لهم جعلوا أصابعهم في آذانهم واستغشوا ثيابهم وأصروا واستكبروا استكبارا. O metodunu dəyişdi. ثم إني دعوتهم جهارا ثم إني أعلنت لهم وأسررت لهم إسرارا. Bütün metodlardan, üslublardan istifadə edərək Nuh aleyhissalam onlara dedi. فقلت استغفروا ربكم إنه كان غفارا. Yəni onun yanaşmasına baxın. O onlara Allahın onları cəzalandıracağını demədi. Nə də onları təhdid etdi. Baxmayaraq ki, bu doğru idi. Əgər inanmasaydılar, cəza gələcəkdi. Lakin o, onlar üçün tövbə qapısını açır və bağışlanma diləməyə çağırır. Nuh aleyhissalam heç bir metoda əsirgəmədi. Açıq, gizli, gecə və gündüz. Hər yerdə, yollarda, məclislərdə, hər kəsin yanına gedərək onları Allaha dəvət edirdi. 1 il, 2 il yox, 10 illər yox, 1000 ilə yaxın, 950 il onları çağırdı. يرسل السماء عليكم مدرارا ويمددكم بأموال وبنين ويجعل لكم جنات ويجعل لكم أنهارا. Bundan başqa nə istərsiniz? ما لكم لا ترجون لله وقارا. Rəbbinizin qədrini bilmir, onu ucaltmırsınız. Bütün bunları sizə bəxş etdikdən sonra siz hələ də bütlərə və heykəllərə ibadət edirsiniz. ما لكم لا ترجون لله وقارا وقد خلقكم أطوارا. Onlara yaradılışlarını xatırlatmağa başladı. Siz heç nə idiniz, sadəcə toz idiniz və Allah sizi insana çevirdi.
Analarınızın bətnində nə idiniz? Heç nə. Bir spermatozoiddən, bir laxtadan, bir embriondan rüşeymlərə qədər. Sonra o sizi analarınızın bətnindən çıxartdı və siz heç nə bilmirdiniz. Sonra addım-addım öyrəndiniz. Nuh bütün bunları onlara xatırlatmağa başladı. Bağlar, çaylar, yağış yağdıran səma, övladlar, var-dövlət və insanların özlərinin yaradılışı kimi nemətlərdən sonra siz hələ də Allaha minnətdar deyilsiniz. Bütün bunlardan sonra o sizdən nə istəyir? O sizdən bir şey istəyir. Ona heç nəyə şərik qoşmayasınız. Bəs onlar ona nə edirdilər? Onlar danışa bilməsin deyə əlləri ilə ağzını örtürdülər. Onlar etiraz edib dedilər. قالوا يا نوح قد جادلتنا فأكثرت جدالنا. Səndən yorulduq. Bizi incitdin. Hər gün nəsihət verir, hər gün danışırsan. Yorulmadın mı? Sən bizim ilə həddindən artıq çox mübahisə etdin. Yaxşı, nə istəyirsən? Əgər dediyin doğrudursa, bizi təhdid etdiyin şeyi gətir. Allah. Onların cəsarətinə baxın. Dedilər, əgər cəza varsa, biz onu gözləyirik. Əgər bizi xəbərdar etdiyin Rəbbin etdiklərimizə görə bizi cəzalandıracağını deyirsə, buyursun, gözləyirik. فأتنا بما تعدنا إن كنت من الصادقين. قال إنما يأتيكم به الله. Mən əmr edən deyiləm. Əgər Allah cəzanı göndərmək istəsə, o cəza sizin üzərinizə enəcək. Mən buna mane ola bilmərəm. Siz də bacarmazsınız. Aləmlərin Rəbbinə meydan oxumayın. قال إنما يأتيكم به الله إن شاء وما أنتم بمعجزين. Siz aləmlərin Rəbbindən qaça bilməyəcəksiniz. Əgər Rəbbiniz istəsə və cəzanı göndərsə, heç kim Allahın əmrini dəf edə bilməz. Bütün bu inadkarlığa baxmayaraq, Nuh səbirli və möhkəm qaldı. Onları Allaha çağırmağa davam etdi. Davamı inşallah növbəti bölümdə.